Elə bir adam zad ölməyib. Üçünüz də əli boş gəlmişsiniz. Yoldaş podpolkovnik, əli boş niyə? Onda da görək nə gətimsə. Mən hələ keşnəm. Amma Siyavuşun dediklərindən bəzi nəticələr çıxarmaq olar. Məsələn? Məsələn, götürək elə öləni. Ehtiyatlı, qara dinməz adamdır. Sonra, güman etmək olar ki, o qız Kazımlını yuxarı məhəlləyə qəsdən çəkib aparıb. Orada da həmin qızın adamları onu gözləyirmiş. Elə çıxır ki, onu qəsdən öldürüblər. Əgər elə isə onda belə bir sual da doğur. Məqsədləri nə imiş? Soymaq? Görünür ki, yox, çünki partmanatına da əl vurmayıblar. O qız bizə çox şey deyə bilərdi. Yoldaş podpolkovnik, bəlkə heç qızın günahı yoxdur. Niyə elə düşünürsən? Yağışdır, ola bilsin taksi tapmayıb, əyləşib o maşına. Yaxşı, onda niyə gizlənib? Yəqin qorxub. Bəs eynək? Biz hardan bilirik ki, o neynəkdir? Necə hardan? Şahidlər deyirlər ki, eynəkli idi. Biri deyir eynəklidir, biri deyir eynəksiz, nə olsun? Məni yük maşınının sürücüsü maraqlandırır. Xosrov Miriyev. Niyə onun dediklərinin hamısı həddindən artıq hamar çıxır? Bilmirəm. Ancaq o mənə pis təsir bağışlamadı. Düzdür, özündən biraz Yaxşı, acımandır. tutaq ki, heç o deyil. Məyər hiss olunmurmu ki, bu hadisədə hər şey əvvəlcədən ölçülüb, biçilib? Heç bir şübhə yeri qoymayıblar. Mağaçqaladan paket almışam. Kazımlı yarmarkaya nümunə mal aparıbmış. Qəribə də etiketlər var. Həmin malların çoxu şübhə oyadır. Bir sözlə, qıraq malımış. Kazımlı görür ki, işin üstü açılacaq, çıxır aradan. Qayıdır Bakıya. Axşam qardaşına zəng vurur. Bəlkə də Fəxrəddinlə məsləhətləşmək istəyirmiş. Bir neçə saat sonra bu hadisə üz verir. Ne üçün? Bəlkə kimsə qorxur ki, Kazımlı ələ keçər, dili diz durmaz. Gəl tərpənmək lazımdır, amma ehtiyatla. İzi qoymayın, itirsinlər. Sürücünü gözdən qoymayın, görün kimlə oturub durur. O ki qaldı qız, o bizə çox şey aça bilərdi. Amma biz onun haqqında heç bir şey bilmirik. Yoldaş podpolkovnik, mən axtarıram. Axtar tap onu Rüstəm. Günü sabah onu kim olduğunu bilməliyəm. Hadi Sadık, ay Sadık, seyyarı süzdüdür. Ya! He? Hadi bu ne işte benim başıma getirip krantını koyup açıp bizim heyde su gelmiş. Seyyare! Ay başımıza dönün, bu ne işte kız? Seyyare! Eşi gene de bu yezitli gelip boynuna. Ay seyyare! Seyyare! Kimdi orada? Kimdi beni çağırır? Salam melekçim. melekçim. Avalan, bir